Herkesi salamlayıram, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə bölüşəcəyim resept toyuqlu xəmir şorbasıdır. Çox az ərzaqla necə şorba hazırlanır diqqətlə izləyin. Toyuğun hazırlanması üçün ilk öncə toyuğu qaynadıram. Toyuq qaynadığı vaxtda xəmiri hazırlamağa başlayıram. Xəmirin hazırlanması üçün bir yumurta, çox az duz və un istifadə olunur. Və qızlar sizə bildirmək istəyirəm ki, xəmiri yoğurarkən bərk yoğurun. Xəmir yumuşaq olmamalıdır. Əks halda sürtkəcdən keçirtmək çox çətin olacaq. Xəmiri yoğurub kənara qoyuram və toyuğu didməyə başlayıram. Toyuğu da didib kənara qoyduqdan sonra yağı biraz qızdırıb üzərinə 1 xörək qaşığı biber pastası, 1 xörək qaşığı tomat pastası və ədviyyatları töküb 1-2 dəqiqə qarışdırıram. Çox az qarışdırdıqdan sonra üzərinə toyuğun suyunu əlavə edirəm. Toyuğun suyunu da əlavə elədikdən sonra hazırladığım xəmiri sürtkəcdən keçirdirəm. Ardınca da toyuqları töküb xəmirin bişməyini gözləyirəm. Videonun sonunda xəmirin necə bişdiyini görəcəksiniz. Qış aylarında mən fərqli şorbaları hazırlamağı çox sevirəm. Əvvəllər şorba yeməyi heç də sevməzdim, amma indi fərqli şorbaları hazırlayıb ləzzətlərinə baxıram. Bu yaxınlarda sizlərlə bir şorba reseptdə bölüşəcəm. Kanalım üçün bu yaxınlarda fransız mətbəxinə aid olan soğan şorbasını hazırlamaq istəyirəm. İlk dəfə hazırlayacağım, dadını heç bilmirəm. Aranızda hazırlayıb da dadını bilən varsa, mütləq rəy bölməsində qeyd eləyin. Adından razıyam, çox da iştah açıcı olmasa da, amma mənə çox maraqlıdır. Çünki fransızların çox məşhur bir reseptidir bu. Mən də əgər bu qədər məşhurdursa, o zaman hazırlayıb dadını bilmək lazımdır deyə düşünürəm. Necə düşünürsünüz? Kanalımda bu yeməyi görmək istəyirsiniz? Əgər görmək istəyirsinizsə, rəy bölməsində qeyd edin, hazırlayacağım. Bu videomu da sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkürlər. Hazırlayacaq olan hər kəsə nuş olsun.